İran prezidenti Məsud Pezeşkiyan dünən, mayın 18-də dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri ilə görüşündə Amerika Birləşmiş Ştatları və İsraillə müharibə nəticəsində ölkənin enerji infrastrukturuna böyük zərərin dəydiyini, istehsalın azaldığını və benzin çatışmazlığının yarandığını etiraf edərək neft ixracının çətinləşdiyini bildirib və gözlənilən bahalaşma barədə xəbərdarlıq edib. O, müharibənin həyati infrastruktur, iqtisadiyyat və ölkənin idarə etmə qabiliyyəti üzərində yaratdığı təzyiqi açıq şəkildə təsvir edib. Bu təsvir bir çox İslam Respublikası rəsmilərinin vəziyyətin tam nəzarətdə olduğu və hücumların təsirsiz qaldığı barədə bəyanatları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Pezeşkiyan, İranın rəvayətçiləri adlanan tədbirdə ölkənin müharibə vəziyyətinə keçməli olduğunu vurğulayaraq deyib. Stat, 230 milyon kubmetrlik qaz obyektimizi, elektrik stansiyalarımızı, neft kimya müəssisələrimizi və polad əritmə zavodunu vurublar. Heç bir problemimizin olmadığını və düşmənin məhv olmaq üzrə olduğunu iddia etmək düzgün deyil. Statın sonu. Pezeşkiyan dürüst narrativ quruculuğu adlandırdığı yanaşmanı müdafiə edərək əlavə edib ki, cəmiyyətə yalan məlumat ötürən şəxs əslində şeytanın təsirinə düşüb. O, vəziyyəti normal və ya inkişaf edən kimi göstərən narrativləri rədd edərək deyib. Stat, düşmənin məhv olmaq üzrə olduğunu, bizim isə çiçəkləndiyimizi söyləmək olmaz. Onların problemi var, bizim də problemimiz var. Statın sonu. Bu açıqlamalar bəzi İslam Respublikası rəsmilərinin və hərbi təhlükəsizlik qurumlarına yaxın medianın son müharibə zamanı əsasən ABŞ və İsrailin uğursuzluğunu və hərbi zərbələrin İrana təsirsizliyini vurğuladığı bir vaxtda səsləndirilib. Təsadüfi deyil ki, İran Ali Milli Təhlükəsizlik Şurasına yaxın Nur News saytı prezidentin çıxışı barədə yazısını Pezeşkiyanın səhv mesajın yayılmasından gileyi başlığı ilə təqdim edib və onun emosional siyasəti tənqid etdiyini qabardıb. O da maraqlıdır ki, Mehr İnformasiya Agentliyi Pezeşkiyanın sözgedən tədbirə gözlənilmədən qatıldığını bildirib. Pezeşkiyanın çıxışının ən mühüm məqamlarından biri benzin təminatı böhranını etiraf etməsi olub. O deyib, bizim benzin istehsal gücümüz azalıb. Onu vurdular. Gündəlik 100 milyon litr istehsal edirik. Ehtiyacımız isə gündə 150 milyon litrdir. Bu rəqəmlərə əsasən İslam Respublikası gündə təxminən 50 milyon litr benzin çatışmazlığı ilə üz-üzədir. Bu isə yanacaq idxalı, valyuta sərfi, qiymətlər və enerji sahəsində məhdudlaşdırıcı siyasətlərə birbaşa təsir göstərə bilər. Pezeşkiyan da həmin məqamlara işarə edərək deyil. Bu çatışmazlığı aradan qaldırmaq üçün dollar xərcləyib benzin gətirib yandırmalıyıqmı? Ümumiyyətlə dollarımız varmı? Bu sual yalnız yanacaq böhranını deyil, həm də hökumət üzərindəki valyuta təzyiqini göstərir. Çünki hökumət daxili benzin istehsalının azalması ilə yanaşı, xarici valyuta və idxal resurslarının təminində ciddi məhdudiyyətlərlə qarşılaşıb. Hökumət başçısı çıxışının digər hissəsində neft ixracı problemlərinə toxunaraq bildirib. Yolları bağlayıblar və biz artıq neft ixrac etmirik. Nefti rahat şəkildə ixrac edə bilmirik. Problem yaşamadığımız barədə deyilənlər sadəcə boş söhbətdir. Bununla da prezident ABŞ-nin İrana qarşı dəniz blokadasının mənfi nəticələrini etiraf edib. Pezeşkiyan əlavə edib ki, vergi toplamaq da asan deyil və biznes sahibləri problemlərlə üzləşib. O, əhalidə gözləntiləri azaltmağın və reallıqları qəbul etməyin zəruriliyini vurğulayıb ki, bunun sayəsində ölkə düşmən qarşısında dayana bilsin. Pezeşkiyan çıxışının başqa bir hissəsində qiymət artımları barədə xəbərdarlıq edərək deyib, mütləq bahalaşma olacaq. Sonra bəziləri qalxıb deyəcəklər ki, niyə qiymətlər artıb? Biz müharibə aparırıq və bunun çətinliyini qəbul etməliyik. Həm Allahı, həm də xurmanı eyni anda istəmək olmaz. O, həmçinin su, elektrik, qaz və benzin istehlakı barədə xəbərdarlıq edərək bildirib ki, vəziyyət bu şəkildə davam etsə, ölkə yayda və qışda ciddi problemlərlə üzləşəcək. İqtisadiyyat və enerji ilə bağlı bu böhran fonunda Pezeşkiyan bir daha Amerika Birləşmiş Ştatları ilə danışıqları müdafiə edib və danışıqlara qarşı olanlara müraciətlə deyib, danışıqlar aparmayaq deyə şüar səsləndirirlər. Danışıq aparmayaq. Nə edək? Axıra qədər dava edək? Biz ləyaqətlə danışıq aparırıq. O, hökumətin ABŞ ilə danışıqları davam etdirmək siyasətinə toxunaraq əlavə edib. Danışıq aparmayaq demək məntiqli deyil. Biz xalqın hüquqlarını xalqın dəstəyi ilə müdafiə edə bilərik. Məntiqli danışmalı və məntiqli cavab almalıyıq. Bu mövqe ABŞ ilə danışıqların zəruriliyi və üsulu ilə bağlı hakimiyyət daxilində fikir ayrılıqlarının artdığı bir vaxtda səsləndirilib. Hakim dairələrdəki bəzi qüvvələr Amerika Birləşmiş Ştatları ilə danışıqları geri çəkilmə və ya təslimçilik kimi təqdim edirlər. Pezeşkiyan isə danışıqları geri addım deyil, İslam Respublikasının hüquqlarını müdafiə yolu kimi təqdim edib. Qeyd edək ki, mötədil qüvvələrə bağlı Sazandəki qəzeti bugünkü sayında Pezeşkiyanın danışıq aparmayaq, nə edək
sözlərini manşetə çıxarıb. Pezeşkiyan öz çıxışında həmçinin avtoritar idarə etmə üsulunu tənqid edərək söyləyib. Mən deyirəm, siz isə itaat etməlisiniz. Tipli bu amiranə ədəbiyyat yalnız insanlar arasında uzaqlaşma yaradır. O əlavə edib ki, qərarverici qurumlar özlərini hamıdan ağıllı hesab etməməlidirlər və başqalarının sadəcə onların siyasətlərini qəbul etməli olduğunu gözləməməlidirlər. Pezeşkiyanın sözlərinə görə xalqın məsləhəti və iştirakı olmadan ölkə heç yerə çata bilməz. Pezeşkiyanın çıxışındakı tənqidlər və ABŞ ilə danışıqların müdafiəsi göstərir ki, İran hökumət başçısının çıxışı yalnız iqtisadiyyat və enerji haqqında deyil. O, həm də müharibənin necə təqdim olunması, ictimaiyyətlə nə dərəcədə dürüst davranılması, ölkənin idarə üsulu və xarici siyasətin gələcək istiqaməti ilə bağlı hakimiyyət daxilindəki mübarizəni əks etdirir. Bunu belə bir fakt da təsdiq edir ki, Pezeşkiyanın benzin istehsalının azalması, infrastruktur itkiləri, neft ixracındakı çətinliklər və qarşıdakı bahalaşma ilə bağlı açıqlamaları daxili mediada xüsusi həssaslıqla qarşılanıb. Belə ki, İSNA agentliyi tərəfindən yayımlanan mətn gündəlik 100 milyon litr benzin istehsalı, 150 milyon litrlik ehtiyac, 230 milyon kubmetr qaz itkisi və elektrik stansiyaları, neft kimya müəssisələri və polad əritmə zavodunun hədəfə alınması ilə bağlı prezidentin çıxışındakı konkret rəqəmləri ehtiva edib. Lakin hökumətin rəsmi agentliyi olan İRNA-da daxil olmaqla dövlət mediası tənqidlər artdıqdan sonra prezidentin görüşü barədə yayımladığı hesabatı yenidən redaktə edərək bəzi statistik məlumatları və rəqəmləri mətndən çıxarıb. Yəni prezidentin çıxışını ixtisar edib. Beləliklə, Pezeşkiyanın dünənki çıxışı təkcə enerji böhranı və iqtisadi problemlərin etirafı olmayıb. Həm də bu şəraitdə gələcək yolun qarşıdurmanın davamı, yoxsa danışıqlar masasına qayıdış olması ilə bağlı İran hakimiyyəti daxilindəki fikir ayrılıqlarının aydın təzahürünə çevrilib.